Bayramdan qalan yeməklər düzgün istifadə olunmalıdır ki, bayram qara gəlməsin. Çünki bayram süfrəsində hazırlanan yeməklərin zəhərlənməsi böyük fəsadlar verə bilər. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəd Hüseynova bildirir ki, bişirilmiş qidaları 2 saatdan çox otaq temperaturunda saxlamaq yol verilməzdir. Şüşə qablarda soyuducuda saxlanılan bişirilmiş qidalar yenidən isidildikdə temperatur 75 dərəcədən çox olmamalıdır. Xüsusilə mayonezli salatlar, bişmiş tərəvəzlərlə ətlə hazırlanan salatları bu şəkildə saxlasalar ən uzağı 1-2 gün ərzində saxlanılmalıdır və yeyilməlidir. Və ətli yeməklər, plovlar, bunlar isə 3 günə qədər doğru şəkildə saxlanıldıqda qala bilər. Məhsəd Hüseynovanın sözlərinə görə balıq məhsulları, quş ətindən hazırlanan, yumurtadan hazırlanan məhsullar bir gün ərzində bitirilməlidir. Əgər qəbul edərkən yeməyin qoxusunda, rəngində, teksturasında hər hansı bir dəyişiklik varsa, turşumuş əlamət varsa, yapışqanlılıq varsa, bu kimi yeməkləri yeməsinlər. Xüsusilə yüksək risk qrupuna aid olan insanlar, az yaşlılar, yuxarı yaşlılar, xroniki xəstəliyi olan insanlar, hamilə və süd verən qadınların köhnə yeməklərdən istifadə etməyi ümumiyyətlə tövsiyə olunmur. Aydən Fehruz, Xəzər xəbər.